Əməkdar mühəndis, Zirə Beynəlxalq Limanının rəhbəri Musa Süleymanov Qlobal İnfaza müsahibəsində Xəzər dənizi ilə bağlı sensasiyon fikirlər səsləndirib. O, Qara dənizlə Xəzər dənizini birləşdirən yeraltı tunelin tikilməsi təklifindən danışıb. Stat: Bu təşəbbüs böyük rezonans doğurdu. Mən 5 Xəzəryanı dövlətin, Azərbaycan, Rusiya, İran, Qazaxstan və Türkmənistan prezidentlərinə açıq müraciət ünvanladım. Hələlik rəsmi cavablar verilməsə də, qeyri-rəsmi kanallar vasitəsilə layihəyə ciddi maraq göstərildiyi hiss olunur. Tunel vasitəsilə yaradılacaq daimi axın təxminən 170 meqavat gücündə hidroenerji istehsal etməyə imkan verəcək. Bu da illik 100 milyon dollar gəlir deməkdir. Bu layihə həm Xəzəryanı, həm də Qara dəniz hövzəsində yerləşən dövlətlərin razılığını tələb edir. Tunelin alt qatla keçməsi səbəbilə dövlətlərin ərazi suverenliyinə müdaxilə etmir. Amma transsərhəd əməkdaşlıq mütləqdir. Bu təşəbbüsün BMT səviyyəsində gündəmə gətirilməsi tam mümkündür. Dünya okeanlarında və dənizlərində iqlim dəyişikliyi səbəbilə suyun həcmi artır və bu artımın necə idarə olunacağı ciddi sualdır. Xəzər dənizi bu artan suyun qəbul edilməsi üçün təbii rezervuar rolunu oynaya bilər. Bu prosesin davamında Urmu gölü və Aral dənizi kimi ekosistemlərə də su ötürülməsi mümkün olacaq. Hazırda Xəzərə daxil olan şirin su nəticəsində dənizdə duzluluq azalır. Bu isə mikroelementlərin pozulması və donma ehtimalı yaradır. Tunel vasitəsilə gələcək duzlu su bu tarazlığı bərpa edə bilər. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.